Uzun müddət insan video qarşısından uzaq qaldığı zaman yenidən video çəkmək istəmir ya da çəkdiyi zaman da nə danışacağını düzgün bilmir. Nəysə, onsuz da mövzumuz blogerlik ya da nəyi necə çəkdiyimiz haqqında, düzgün çəkdiyimiz haqqında deyil. Biraz sosiologiyadan danışacağıq. Yenə dərdim sosiologiyadır. Amma bu dəfə sosiologiyaya bir sitem eləyirdim, türklər demiş. Nədir bu sitem? Sosiologiyada axmaqlıq anlayışı yoxdur. Həqiqətən tamamilə, yəni oxusanız sosiologiyada konstruksiyalar var, uyğunlaşa bilməyənlər var, konstruksiyalara, nə bilim, anomiya yaşayanlar var falan filan. Bir çox şey var. Lakin axmaqlıq yoxdur. Biraz Mertonun nəzəriyyələrinə baxsaq, onda şərh eləsək Qadımır kimi, yəni oradan şey çıxarda bilərsən, axmaqlıq anlayışı çıxarda bilərsən. Lakin tamamilə demək olar ki, axmaqlıq anlayışı sosiologiyada yoxdur. Lakin buna Sipalonun gözəl bir tərifi var. Deyir ki, axmaqlıq irqindən, cinsindən, dinindən, dilindən, harasa sinifə daxil olmağından asılı olmayaraq təbiətdə var olan bir şeydir. Yəni təbii olaraq vardır. Mən bunu biraz dəyişdirmək istəyirəm. Bu sosio-təbii deyək buna. Çünki insanların sosial qarşılıqlı əlaqələrində yaranır bu axmaqlıq anlayışı. Buna görə də birbaşa insanın özündən gələn deyil də sosiologiyanın yaratdığı sosio-təbii bir sosiallaşmanın yaratdığı sosio-təbii bir fakt olaraq çıxış eləyir deyə bilərəm axmaqlıq. Yəni Sipalonun bir nöqtədə tərifi ilə razıyam və deyir ki, axmaq dediyimiz insanları belə adlandırır ki, əslində Sipalo, həm özünə, həm başqalarına bunu dərk etmədən zərər verir. Yəni zərər verdiyini dərk etmədən başqalarına, həm də özünə zərər verən insanlar axmaqdır. Beləliklə, yəni sosiologiyada bunun tərifinin olmaması biraz hər zaman narahat edici. Çünki mən də axmaqlığın hər zaman sosio-təbii bir fakt olaraq yarandığını düşünürəm. Bilmirəm, bəlkə də belədir, belə deyil. İnsanlar bəzilərində axmaqlıq həqiqətən var ya da yoxdur. Bu konstruksiyaların uyğunlaşa bilməməyin bir əlamətidir. Ola bilər hər şey. Bilmirəm, belə.